O deyirəm, biz kişiyik. Ey İsrail. Ey İsrail. Məni İlham Əliyev milyonlara satın ala bilmədi. Ya mübarizəmizi axıra kimi eləyəcəyik kişi kimi. Ya da bu uğurda şəhid olacağıq. Ey İsrail. Şəxsən bu İlham Əliyev sizin poxunuzdur. Hərənin öz poxunu təmizləmə zamanı gəldi. Yeni dünya düzəni gəlir. Yeni dünya düzəni, küncəllənmiş dünya düzəni gəlir. Kim küncəllənəcəksə, kimin beyni, kim bu yeni dünya düzəni, bu sistemi qavrayacaqsa, süni intellektdən belə, yapay zəkadan belə yeni sistemi qavrayacaqsa, iğnədən, düymədən, bu virusdan, tuzaqlar qururlar, o tuzaqları aşa biləcəksə, o insan yeni düzənin, cənnəti görəcək. Yeni dünyanı görəcək. O birisilər qalacaq köhnə dünyada. Bu proses 10 illərlə gedəcək. Yəni qısa deyil bu proses. En azından ya iki insan ömrü olmasa da yarı insan ömrü kadar gedecek. Ve buradan sizlere deyirəm. Ey İsrail, ey Raviler, özünü ağıllı hesap eləyib başkalarını qoyun hesap eləməyin xahiş edirəm. Tələb edirəm. Azərbaycan-İsrail dostluğuna böyük bir kölgə düşə bilər. Sadece sizlerden ben her zaman dediğim sözün üstünde dururam. Ben İlham kimi dünən bir söz deyib bugün bir söz demirəm. Bir gün Putin'in, bir gün Netanyahu'nun, bir gün İran'ın sepahın kucağında oturan değilim. Ben her zaman eyni yolu tutmuşam, eyni istiqamətdə gedirəm, eyni sözü deyirəm. Azca enişli yoxsul olsa da. İsrail ve İsrail dəstəkli qüvvələr İlham Əliyevi, yəni poxlarını bir an önce götürməsələr. İlham Əliyev rejimi Farsın gücündən, Rusun gücündən gedərsə, ya Erdoğan'ın gücündən gedərsə, yani İsrail bizim başımıza bu müsibəti açan İlham Əliyevin dalında duran İsrail. İlham Əliyev bu deyilən bu götünün poxunu İsrail özü təmizləməsə, şəxsən mən prezident olsam da İsraildən çox böyük qırılma nöqtəsi olacaq. Uzun illər İsrail dostluğuna ləkə düşəcək. Mən bunu istəsəm də xalq bunu qəbul eləməyəcək. Necə ki, baxın ha, necə ki, Bəhreyn, Səudiyyə Ərəbistanı, Ərəb Əmirliyi, digər o Qətər, Dubay, necə ki, bunlar kağızdan o kaplan oldular, necə ki, bunların başına Ərəb adıyla Yahudiləri təyin elədilər, Yahudiləri, xalq dinini sevib, dini üzərindən İrana dəstək göstərsə də rəhbərlik İsrailin yanında da olsa fayda vermədi. Bax, ölkələrin başı İsrailin yanındadır, eyni zamanda Türkiyənin başı İsrailin yanındadır, Erdoğan, anası Yahudi, eyni zamanda İlham Əliyev İsrailin yanındadır, amma heç nə fayda vermədi. Xalqlar İranın yanında oldu, xalqlar haqqın yanında oldu. Əlbəttə, böyük bir səs. Yəni, buradan onu demək istəyirəm ki, ey Ravilər, ey dünyanın böyük gücləri, bir an önce İlham Əliyev kimin poxudursa poxunu təmizləsin. Hərənin özünün poxunu təmizləmə zamanı gəldi çatdı. Rusiya, Türkiyə və İrana da aiddir. İranın başı qarışıqdır, dinlidir. İlham Əliyev orada saxlayanlardan biri Əli Hamneyi idi. O da yoxdur. Qaldı Erdoğan və Putin. İkinizə də aiddir. Britaniyaya da aiddir, İsrailə da aiddir, Amerikaya da aiddir. Hal-hazırda İlhamı öldürmək istəyən qüvvələr var. İlhamı devirmək istəyən ölkələr var. Amma düşünürəm ki, birdən orada saxlamaq istəyən kimsə də ola bilər. Birdən ola bilər Trumpdan İlhamı xahiş edən Ravilər, birdən yenə də İlham Əliyevə hələ simpatiyaları qalmış ola bilər. İlham Əliyevi, İsrail, Yahudi lobbisi bir an önce bütün sferalarda qələmini qırmasa, Azərbaycan hakimiyyətini, arxalarında durub xalqa soyqırım yaşadan, hər evə bəla gətirən Əliyev hakimiyyətini bir an önce Yahudi lobbisi hədəf taxtasına otuzdurmasa, kim ölkənin başına gəlsə də 10 illərlə desəm azdır, 50 il, 100 il İsraildən Azərbaycan əlaqələri qırılma nöqtəsinə gələcək. Çünki o İsrailin dəstəklədiyi, Ravilərin Trumpdan xahiş elədiyi İlham Əliyev hər evə bəla gətiribdir. Biz İsraili bağışlayan var. Amma bir halda dərhal İlham Əliyevi, onun hakimiyyətini Qəddafinin günə salmaq üçün, orada saxlamaq yox, bu dəfə Qəddafinin günə salmaq üçün, Səddam Hüseynin günə salmaq üçün hərəkətə keçsələr Ravilər, İsrail lobbi təşkilatları və biz bu qırılğanlığı aradan qaldırarıq. Yəni, xalqın seçdiyi lider gəlsə, biz müəyyən şeyləri düşünərik. Müəyyən şeyləri yoluna qoymaq olar. Dostluq münasibətlərimiz daha da möhkəmlənə bilər. Bax, deyirəm, bu xalq 56 illik bir bəla içindədir. Dünyanın 11 iqlim qurşağının 9'unun 10'unun keçdiyi Azərbaycan deyilən odular yurdu bu devlət. Dünya tarixinə min illərdir nam salan, səs salan, ayağını yerə vuranda dünya titrəyən bu Azərbaycan deyilən devlət 56 ildir Dədə Bala Əliyevlərin soyqırım altındadır. Şamiyandan törəyən
Türk düşməni Şamiyandan törəyən Əliyevlərin soyqırım altında. 56 illik bir devlet. Dünya tarixində, gəlmiş getmiş dünya tarixində en çok hakimiyyətdə qalan 2-3 adamdan biridir. 2-3 sülaleden, diktatura sülaleden biridir. Dünya tarixində en çok ses vermə alan 7. adam İlham Əliyevdir. Derhal bir an önce İlham Əliyev oradan aşırılmalıdır. Halkın ayakları altına atılmalıdır. Bu uğurda her bir eve soykırım getiren Əliyevlər sülalesi. 7 dönem bak kardeşimin nəvəsi var 5. sinifə gedir. Kardeşimin nəvəsi bunları gördü. Kardeşimin balası bunları gördü. Kardeşim bunları gördü. Atamız bunları gördü. Atamızın atası Qamət bunları gördü. Qamətin atası Seyyaf bunları gördü. Seyyafın atası Məhəmməd. 7 nəsil İlham Əliyev bize soykırım yaşadı. İlham Əliyev Şamiyan sülalesi. Mamır yemişi, ot yemişi. Mən körpə vaxtı da ot yiyip hayatta kalırdım. İndi de Almanya'da mən işləməyə qoymur, ailemden heç kim işləməyə qoymur. Almanya'da cincilimə, qazayağıya, yemliyə möhtaç qalmışıq. Xalqımızın hamısı bugündədir, Bakı batar oldu. Mən deyirəm, bu İlham Əliyev sülaləsinin 56 ildə Amerika'da, İsrail'də, İngiltere'de, Rusya'da, Türkiye'de, İran, herkes müdafiə edir. Herkesle biz düşman olabilmeliyiz. Ama bunu deyirəm. Bu sülaləni dərhal xalqın ayakları altına atan ve xalqın iradəsindən ölkənin başına kiminsə gəlməsinə kömək edən hansı güc qüvvə olarsa Azərbaycan ona sadiq qalacaq. Biz ona sadiq qalacağıq. O bizim əsl qardaşımız olacaq. Elə deyil mi dostlar? Bak minlərlə adam izləyir məni. Azərbaycan en radikal blogerim. Gələcək Azərbaycanın prezidentliyinə idealı Qabil Turşoğlu kimin olduğunu deyirəm. İndi Turşoğluyam. Talışır ləzkisi inciyə bilməz, avarı tatı tatarı sabah. Hakimiyyətə gələndə Qabil xalqın oğlu olacaq. Çünki qürbətdə bu ölkələrdə Türkoğlu demək belə çox adamlar qorxur. Her şeyinden belə. Bak, minlərlə adam yazır ki burada, bəli Qabil. İsrail İlhamın derilməsində öncülük eləyib. Halk hakimiyyətinin yaradılmasına dəstək olacaqsa İsrail'dən yolumuzu davam edəcəyik. İran olsa İranla, Türkiye olsa Türkiye'yle, Rusya olsa Rusya'yla, Amerika, Britanya hansı olsa onlarla yolumuza davam edəcəyik. Bak dedim, əlbəttə Almanya ile, Fransa ile her zaman Almanya, Fransa, İsveçrə ve Hollandiya en yakın qardaşdan irəli dostumuz olacaq. Çünkü bizlere gerçək siyasi fəallara yardım edən, oturum veren bu 4 ölkə oldu. Başta Fransa, ikinci yerde Almanya ya da tersine Almanya, Fransa, üçüncü ya Hollandiya ya İsveçrə ya Hollandiya. İkisi önde giden güçlü, ikisi biraz arkada giden güçlü. Vəssalam. Biz köpək kimi sadiqik. Bize bir el uzadana biz 2 el uzadırıq. Biz ölümden qorxmarıq, yaşamak için yalvarmarıq. Biz daimi canımız bahasına da olsa hakkın yanında olacağıq. Olan insanlar. Vəssalam. Bunun başka yolu yok. 50 ile yakındır kurduqları bütün Epstein, bütün bu sülaleler ne hamısı çürük koz çıktı. Ne oldu be? İndi neye mühtaç kaldınız? Yine de dünyanın idare edən gücləri hansısa dəstək verməlidir, ya hansısa müttəfiqlər dəstək verməlidir ki, nəsə əldə edilsin.